Azərbaycanın şimalında yerləşən sakit, meşəliklərlə əhatə olunmuş bir rayon. Amma bu meşələrin dərinliyində insanların gözündən uzaq bir daxmada baş verənlər eynilik tarixinə sığmayacaq qədər qorxuncdur. Təsəvvür edin, vağzalda gəzirsiniz, acmısınız və bir qutab alıb yeyirsiniz. O qutabın içindəki ətin hardan gəldiyini, kimə aid olduğunu bilmədən. Bugün sizə bəhs edəcəyimiz Hannibalizmin həqiqi faktıdır. Ölkəmizdə baş verən bu hadisə türkləri ürpərdi. Qan donduran bu davamlı cinayət adətən bir xəstəlik kimi cinayət törədən şəxsin damarlarına yayılır. O etirafları zamanı belə cümlədə işlədir. Bir dəfə edirsən, sonrası davamlı gəlir. Əslində düz deyir. Bir dəfə cinayət törədən şəxs əgər doğru müalicə olmazsa, bu onda vərdiş hissi yaradır və davamlı şəkildə öldürmə instinkti işə düşür. Bəs Hannibalizm, yəni adam yeyənlik nədir? Bu termin bir canlının öz növündən olan digər bir canlını yeməsi deməkdir. Tarix boyu aclıqdan ölməmək üçün və ya vəhşi qəbilələrin rituallarında buna rast gəlinib. Amma müasir cəmiyyətdə bizim aramızda gəzən birinin bunu etməsi, bu sadəcə vəhşilik deyil, bu insan psixologiyasının ən qaranlıq nöqtəsidir. Qarşımızdakı şəxsin adı İqordur. O tək deyil, onun bir cinayət ortağı və ortağının həyat yoldaşı var. Onlar Xaçmaz meşələrində özlərinə bir dünya qurublar. İqorun etirafları qan dondurur. 2001-ci ildə Ailələr və Talelər verilişində müsahibə zamanı o bundan zövq aldığını açıq şəkildə etiraf edirdi. Otaqda əlləri əllərinə dizi üstə birləşdirərək oturmuş halda törətdiyi o əməlləri aparacağı etiraf edir. Otağın səssizliyini, ürək döyüntüləri və etiraflar pozsa da gərginlik üst səviyyədə nəfəsləri kəsirdi. Jurnalist onunla üz-üzə oturub. İqor sakitdir və dərin bir nəfəs alır. Sanki adi bir işdən danışır. Ondan ailəsi soruşulur. Jurnalist təmkinlə ilk sualını verir. Siz ailədə böyümüsünüz. Atanız olub, ananız olub, qardaş bacılarınız olub. İqor qısa cavab verir. Yox, qardaşım, bacım yoxdur. Tək doğulmusuz. Sualına isə sadəcə tək deyir. Amma hər kəsi maraqlandıran o sual gəlir. Bəs sizdə bu manyaqlığa meyl nə vaxt başladı? İqorun cavabı bu vəhşiliyin kökünün hardan gəldiyini göstərir. Səbəb uğursuz bir sevgidir. Deyir ki, məhəbbətim mənim olmamışdı. Sevgim xilas olmadı. Jurnalist dəqiqləşdirir. Uğursuz sevgi? Hə, uğursuz sevgi. Buna görə məndə bu işlər başladı, deyə İqor cavablayır. Soyuqqanlı şəkildə aparıcıya baxır. Bir qadına olan nifrət bütün qadınlara qarşı dəhşətli bir qısasa çevrilir. İqor, başqalarının həyatını əlindən almaqla o heyfini çıxmaq istəyir. Bəs proses necə baş verirdi? Hadisənin detalları bir-birindən dəhşətli olsa da, günümüzdəki standart yaşam tərzimizin axını ilə davam edirdi. İqor qurbanlarını necə seçdiyini belə anladır. Rusiyadan gələn 20-21 yaşlı qızlarla. Tanış oluram. Onları aparıram Xaçmaz rayonuna. Meşədə ev kimi bir daxmaya. Jurnalist təəccüblə soruşur. Ev var idi? İqorun cavabı soyuqqanlıdır. Hə, özümüz düzəltmişdik. Mənim də ortağım var idi, onun da arvadı orada olurdu. Və budur, hekayənin ən qorxunc, mədənizi bulandıracaq hissəsi. Onlar qızları sadəcə öldürmürdülər. İqor davam edir. Aparırıq orada, öldürürük. Əti qoyuram, ət maşınından buraxırıq. Bu qorxulu film səhnələrinə ilham olacaq dərəcədə qorxunc hadisədir. İnsan insanı qətlə yetirməyi. Həm də İqorla heç bir əlaqəsi olmayan, ona zərəri dəyməyən insanları seçməsi. Bu sadəcə onun nə dərəcədə manyak olduğunu göstərir. Jurnalist inanmaq istəmir. Nə edirsiniz? Ət maşınından buraxırdınız qızları? Bəli, deyə İqorun növbəti cavabı tüklər ürpərdi. Sonra nə olurdu? O ətlər hara gedirdi? İqorun dedikləri insanı dəhşətə gətirir. Sonra satırıq. Jurnalist soruşur. Aha, əti satırdınız. Kim alırdı o əti? İqor soyuqqanlı şəkildə cavab verir. Əti də satırdıq, özümüz də yeyirdik. Camaat bilmir, vağzalda qutab, zat, deyə dərin bir sükutla ağlımızdakı sualları yenidən qabardırdı. Bəli, düz eşitdiniz. Xaçmaz vağzalda satılan qutablar. İqor deyir. Şərikinin arvadı satırdı o qutabları. Biz özümüz də bişirirdik, yeyirdik. İqor qızları özü seçirdi. Deyir ki, o vaxtlar Rusiyadan gələnlər çox idi. Ona görə seçmək çətin deyildi. Sadəcə o vaxt elə bir xüsusi istək yox idi, çünki gəlmələr çox idi deyə bildirir. Qızları aldadıb o daxmaya, dostunun yanına aparırdı. Aparırdım o ortağımın yanına. O da ikimiz də öldürürdük, dəmir yolunun içində. Sonra 15 dəqiqə, 20 dəqiqə biraz qalıb, sonra aparırdıq. Öldürmə üsulları isə vəhşicəsinə idi. Necə öldürürdünüz? Sualına İqor, baltayla deyə cavab verir. Başını kəsirdiniz?
Bəli. Jurnalist dəhşət içində soruşur. Qız özü hiss eləmirdi, bilirdi. Igor deyir ki, əvvəl bilmirdilər, amma sona yaxın hiss edirdilər. Hadisələri törədərkən içkili, piyan olduğunu dilə gətirir. Bu qətillər 1 deyil, 2 deyil. Igorun hesablamalarına görə rəqəmlər tükürpədicidir. Mən 7 nəfəri tək aparmışam. 1 ilin içində hardasa belə saysam 60-50 nəfər var. 60 nəfər. 60 gənc qız. Jurnalist soruşur. Bəs sizə bəs olmurdu? Nə qədər qurban olar? Igor cavab verir. Mən öz-özümə söz vermişdim, ona görə. O uşaqlıqda, 12-15 yaşlarında yaşadığı o travmanı, o uğursuz sevgini bəhanə gətirir. Jurnalist haqlı olaraq deyir ki, 12 yaşında insan sevginin nə olduğunu tam bilmir. Bəs Igor dəlidirmi? O psixiatr yanına getdiyini deyir. Hər şey normaldır. Aparmışdılar, baxmışdılar mənə. Hər şey normaldır. Amma normal adam insan yeyə bilərmi? Igorun buna cavabı adam yeyənliyin necə bir asıllıq olduğunu ortaya qoyur. Ona görə bir dəfə eləsən, ikinci dəfə, üçüncü dəfə də belə-belə, yavaş-yavaş gedir. O dostunun və dostunun yoldaşının hələ də meşələrdə, dağlarda olduğunu deyir. Aparıcı son sualını soruşur. Bəs buradan çıxanda davam edəcəksiniz? Igorun cavabı isə onun islah olunmayacağına dair dəqiq işarə olaraq bəli, edəcəm deyə olur. Igorun haqqında heç bir məlumat verilmir. Onun ölü və ya həyatda olması müəmmadır. Həmçinin dostlarının talehi də sual altındadır. Qadın manyakları adətən özlərindən gücsüz, zərif və qorumasız olan qurbanları seçməsindəki məqsəd onların bundan həzz almasıdır. Onlar cinsi istəkləri məhz qadınlara qarşı zorakılıq, onlara zərər vermək və ələxsusda onları yeməklə öz hisslərini bastırırlar. Əgər real kriminal, mistik və bu kimi hekayələri sevirsinizsə, kanala abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.